Salam değerli halkım. Ben siyasi bloger Elnur Aliyev. Tolik'in bir videosunu paylaştım. Zəhmət olsun bu videoya bir daha bakın. Səhifələr sildiler. Ben buradan bütün TikTok'ta, Instagram'da olan səhifələrdən xahiş edirəm. Onun o ölüm anını əks etdirən video var. Onu oradan yığışdırın, onun evlatları onun travma kimi ömrü billah baxacaqlar və o uşaqlar travma ilə yaşayacaqlar. Bəlkə də Cabir İmanov evdən gedəndə heç evladı ilə görüşmüyür. Həyat yoldaşı ilə heç danışıb, səhər çıxıb evdən. Ona görə bu travmaları yaşatmayın. Məncə... Tolik, sözüm sənədir. Bizim şəhidlərimizin cansız bədəni neytralda qalanda, onların övladları da həmən videoları görüb, sosial şəbəkədə. Onlar da ömrü boyu travma yaşayır da. Niyə çıxıb demədin ki, o videoları silin, şəhid övladları həmən videoları görüb travma yaşayır, hə? Cabir İmanov bilirsən ki, 2003-cü ildə vətən xaini olub. Fakt bizim insanlarımıza da 2003-cü ildə nə qədər işgəncələr verir. Bax, bu da onun videosu. Ama sen bir defa da olsun çıkıp bizim gazilerimiz getdi yandırdı. Çıkıp gazilerimize karşı mübarizə aparmadın ki, gazilerimiz özünü niye yandırır? İlham Əliyev bunlara yardım eləyin. Niye çıkıp demedin ki? Sırf İlham Əliyev'i niye ünvanlamadın? Şəhidlərin övladları da görür travma yaşayır da həmən videoları. Senin Cabirin övladları benim şəhidlərin övladlarından artıqdır mı? Hə? Ne durup cilənliyə elirsən? Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı deyənə Cabir İmanov. Sırası çıxmışsınız videolar çəkirsiniz. Vətən xaini olub da, nə tutacaqsan? Xalqa qarşı kim zülüm verirsə vətən xainidir. Xalqa kim işgəncə verirsə vətən xainidir. Başa düşdünüz? Gəlib burada artistlik eləmək lazım deyil. Mənim şəhidlərim Cabir İmanovdan 1000 dəfə də artıqdır. Mənim qazilərim, veteranlarım da Cabir İmanovdan 1000 dəfə artıqdır. Bildin? Çünki onlar vətən uğrunda mübarizə aparıblar. Cabir İmanov isə xalqa qarşı mübarizə aparıb. Fərqlər budur. Gəlib orada cilənlik eləmə cinən, hey. Danışanda da yekə-yekə kişilikdən danışsa 1 qram da kişiliyin yoxdur. Gicin biri gic ha. Beynimi xərab eləmə ya mənim ha.